Hər vaxtınız xeyir olsun. Əziz izləyicilərimiz, dəyərli Elmir Amlaş kanalının izləyiciləri, müştərilərim var. Mənə zəng eləyirlər və yaxud da paylaşımlarımın altından yazırlar. Bu nədir? Bu bağ deyil. Bağda meyvə ağacı olmalıdır, yaşıllıq olmalıdır, bağ böyük olmalıdır. Baxın, bu bağ odur. O yazan dostlarıma, o yazan müştərilərimə üzümü tuturam. Bu bağ. Tam meyvə ağacı, hər tərəfi yaşıllıq. Hər tərəfi yaşıllıq. İndi gəlin, alın bu bağa baxın, bağı bağ eləyin. Bağ böyük olanda bağa baxmaq lazımdır. Deyirsiniz, bağ, maşallah olsun. 17 sot, meyvə ağacı, dekorativ ağaclar, kubçalı, şəxsi bir bağdır. 2 mərtəbə, mansard, nə istəyir, bilyard stoluna qədər vardı. Qiymət start olaraq 790 min manatdır, təcili olaraq satılmalıdır. Ev sahibi satmaq istəyir. Gözəl bir insana, gözəl bir müştərimizə satmaq istəyir buranı. Təqdim edeyim sizə. Yola yaxındır. Şuvalan qala yolu. 100-150 metrlik məsafədə. Gecə görüntüsü superdir. Bütün işıqlandırması, divarlardan tutmuş, həyətdən tutmuş, yerdən tutmuş, hamısı var. Kamera xəttləri, hamısı çəkilib hazırdır. Monolit betonla inşa olunub. Avtomatik olaraq putla təchiz olunmuş darvazası. Həyətə qədər, internet gücləndiricilərə qədər hamısı çəkilib. Hamısı hazırdır. Hamısı. Yenə deyirəm, məndən bağ istəyən dostlarımız. Buranı bağ kimi həm də 4 fəsil yaşamaq üçün də istifadə edə bilərsiniz. O demək deyil. Həyətdə bir əl damı var, onun yanında həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı və 2 maşınlıq, üstü bağlı, yanları açıq, qaraj. Elvin, evin arxa hissəsini də buradan göstər. Gəl, evin altını da göstər. Zəhmət olmasa, xahiş edirəm səndən. Qupquru, beton, monolit beton. Gəl, buradan keçək oradan. Gəl, buradan gedək, evin arxa hissəsindən gedək. Suyu, qazı, işığı hamısı daimidir. Hamısı. Bir daha söyləyirəm. Təcili olaraq satılmalıdır. Meyvə ağacları. Şam ağacları, evkalip ağaclar, yaşıllıq, bütün qazon, gül, çiçək, hovuz, filtrli hovuzdur. 5 metrənin 12 metrəyə olan filtrli hovuz Dəvəboynu şəlaləsi yan hissəsində. Bu hissədə yoldur, o hissədə yoldur. Bir daha söyləyirəm, mərkəzi yola 100 metr məsafə. Gəldik indi əsas hissəyə. Ocaqlıq. İstədiyiniz yerə daşıyıb qoya bilərsiniz, orada ocaq qalıyıb otura bilərsiniz və yaxud da bir dənə böyük qazan qoyub yemək pişirə bilərsiniz. Sol hissədə manqal, üstü bağlıdır, yanları açıqdır, altı dolablardır, su hövzəsidir. Gözəllikdir də, nə hissən, burada bağda nə lazımdır. Yanları açıq, geniş, böyük bir 50 kvadratdan çox ərazisi olan, ölçüsü olan söhbətgah. İstədiyiniz vaxtı yanında tuta bilərsiniz. Dar ağacı, tut ağacı, maşallah, tuta bax, hamısı tökülüb qalıb altında, klyonkanın altında qapqara. O otaqda evin, həyətin bütöv olaraq işlənilən əl diləklərinin yığması üçün bir otaqdır. Əl damı, belə deyim. İndi isə keçək evin daxilinə. Gedək evin daxilinə, evin içərisində sizlərə göstərim. Çox qəşəngdir, gözəl təmirə malikdir, gözəl bir təmiri var. İndi birlikdə baxaq. Görüm, xoşunuza gələcək. Getdik. Bayaq mən deməmişdim, deməli, qarajın içərisində elektrik maşınları şarja qoymaq üçün xəttə çəkilib. Hazırdır. Buyurun, keçirik evin daxilinə. Elvin, gəl. Qapını bağla. Neyini, mən çıxardıram. Sən də giyin, gəl. Evin birinci mərtəbəsində, podvalına baxdınız zirzəmisinə. Keçən kimi sol tərəfdə birinci yataq otağı, döşəmə hamısı parketdir. Parketdir. Birinci mərtəbədə 2 yataq otağı var, ikinci mərtəbədə 2 yataq otağı var. Mansarddır, yataq otaqları da var. Sanitar qovşağı orada da var, ümumi və yataq otağında. Baxın, burada birinci mərtəbənin mərkəzdə yerləşən sanitar qovşağı.
Burada yataq otağı, daxilində sanitar qovşağı. Üzr istəyirəm. Mətbəx otağı bütöv olaraq isti döşəmədir. Parket olan otaqlar, yataq otaqları, qonaq otağı batareyalarla təchiz olunub. Bura qonaq otağıdır. Bunlar hamısı həyətdə istifadə eləmək üçün də yığıblar bura. İndi istifadə eləmir, həyətdə yayda aparacaqlar. Sonra qonaq otağın bu hissəsində bax gördüyünüz kimi burada belə bir veranda var, oturmaq üçün nəzərdə tutulub. Birinci mərtəbə bitdi. Yox ki, bir də buranı da göstərim pilləkənin altını. Bunlar hamısı dolabdır. Bax, birinci mərtəbədə belə hamısı dolabdır. Düz bura qədər. Çox qəşəng bir şeydir. Evdə lazım olan şeylərdir bu dolablar. İndi isə qalxırıq ikinci mərtəbəyə, yəni mansard hissəsinə. Çox gözəl yerləşmə yeri, həyəti, qiymət 790 min, amma yenə deyirəm sizə, təcili olaraq satılmalıdır, yaxşı indirim olunacaq. Bilyard bilmirəm, mən bilyard oynaya bilmirəm. Bura mansarddır abi, burada gördüyümüz kimi televizor. PlayStation oynamaq üçün PlayStation da var. 2 dənə yataq otağı oradadır. Sanitar qovşağı, yataq otağının daxilində sanitar qovşağı da var. Diren çəkilişi elə də, sən bununla nə işin var, hə? Gəl qardaş, gəl. Bu yataq otağını göstər. Kondisioner də burada mövcuddur. Tam mərkəzdə yerləşən, buranın özünün tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Deməli, birinci mərtəbədə 2 dənə sanitar qovşağı, burada 2 dənə sanitar qovşağı var. Bu otağın da özünün sanitar qovşağı var. Bu hissə bütöv olaraq yer hamısı kavraletdir. Əziz və dəyərli izləyicilərimiz, son olaraq sizlərə bir daha məlumat verim. Mən hal-hazırda Şüvalan Qala yolundayam. 17 sot, 250 kvadrat, 5 otaq, 5 otaqlı bir ev. 5 otaqdan əlavə olaraq, baxın, bu böyük bir alan, istirahət güşəsi. Sonra həyətdə 2 maşınlı qaraj, böyük, geniş 50 kvadratdan böyük söhbətgahımız, əl damları, sanitar qovşağı, 5 metrədən 10 metrədən də böyük ölçülərə malik olan filtrli hovuzumuz bugünkü gündə 790 min start olaraq satılır. Təşəkkür edirəm sizə, bizi izlədiyiniz üçün. Bizi izləməyə davam edin, abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın. Sağ olun.